Selamünaleyküm değerli dostlar, değerli qardaşlar. Hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Azərbaycandan həbsxanadan 7 saylı cəza çəkmə müəssisəsindən inanclı insanlar bir məlumat ötürüb bizə ki, xahiş edirik bu məlumatı ictimailəşdirəsiniz, işıqlandırasınız ki, 7 saylı cəza çəkmə müəssisəsinin rəhbəri Mehman Əliyev, bilmirəm rəhbəridir, müavinidir, nədir? Hansı şərəfsizlik, nəyə xidmət eləyir, göz qabağındadır. Demək olar, bu adam kimdir? Sizə açıqlama verəcəm. Əbülfəz Sərəncamov Fazıl Mustafaya sui-qəsd planında Azər Sərəncamov, bilirsiniz ki, göya Azər Sərəncamov Fazıl Mustafaya qarşı sui-qəsdə onun adlandırıldı ki, Fazıl Mustafaya qarşı sui-qəsd eləyib. Əziz və dəyərli dostlarım, dəyərli qardaşlarım, məsələ nədir? Mən %99% bir şey əminəm ki, o qardaşını ailəsi ilə, uşağı ilə, qızı ilə təhdid elədiklərinə görə o adam hər bir şeyi öz ixtiyarına getirib ki, mən bu işi görəcəyəm, bu işi mən eləmişəm. Deməli, bilirsiniz ki, Azər Qasımzad, Azər Sərəncamova Azər Sərəncamov qarşı ömürlükdən azadlıqdan məhrum edildi. Bir müddət keçmədi, onun oğlu Əbülfəz Sərəncamov həbs olundu, DTX tərəfindən saxlanıldı. Bilirsiniz ki, adamı həbs eləyib, saxlayıb göndərdilər Kürdaxanı təcridxanasına. Kürdaxanı təcridxanasından da iş alıb 7 saylı cəza çəkmə müəssisəsinin hal-hazırda 7 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Mənim deməyim nədir, əziz və dəyərli dostlarım? Demək olar, bu qardaşımıza gün verib işıq vermirlər. Adamlar azadlıqlarına qurban verib həbsxanaya düşüblər. Hətta Emin Əliyev tərəfindən bu adam birbaşa təzyiq altındadır. Demək olar, martın 28-dən Karsa salınıb, iyunun 11-dən Karsdan çıxacaq. Düşünün, gör neçə aydır bu adam Karsdadır. Düşünün, bir Karsda olan adamın şeklini divara vurublar 7 saylı cəza çəkmə müəssisəsində ki, bu adam göya 7 saylı cəza çəkmə müəssisəsindən qaçıb, kiməsə sui-qəsd eləmək istəyir, kimisə terror eləmək istəyir, kimisə öldürmək istəyir. Görün nə qədər bu Mirsalə Seyidov şərəfsiz alçaqdır ki, bunun işçiləri də, buna qulluq edənlər də, bu hakimiyyətə qulluq edənlər, görün nə qədər şərəfsiz, ləyaqətsiz adamların əlində qalıb bu dövlət ki, vətəndaş göya həbsdə 4 divar arasında ola-ola quş-quşluğu ilə keçə bilməyən bir təcridxanasında göya insan oradan qaçıb kimisə zərər verir. Düşünürsünüz? Adam təzyiq altında, adam işgəncə verilib, adamın qol qanətini sındırıblar, qalmayan adamın başına oyunlar açıblar. Sonra da şəklini vururlar duvara ki, bu adam təcridxanadan qaçmaq məsələ odur, əziz və dəyərli dostlarım. O adamı görün nə qədər pres veriblər, görün nə qədər o adamı işgəncə verib Emin Əliyev tərəfindən, şərəfsizin adı da yadımda qalmır. Emin Əliyev tərəfindən gör nə qədər adam presə məruz qalıb ki, adamın şəklini 7 saylı cəza çəkmə müəssisəsində divara vurublar ki, bu adam qaçmaq istəyir, ona görə biz bunu Karsa salmışıq. Karsa salıblar, pres veriblər, əlini ayağını sındırıblar, boş gözünü partladıblar, dişlərini töküblər, burnunu sındırıblar. O yüzden ictimaiyyət arasına çıxa bilmir uşaq. Uşaq insanlarla görüş vermirlər belə. İnsanlar salam verə bilməz tustağa. Başa düşmürəm. Erməni başı kesib. Özür istəyirəm. Erməniyə xidmət eləyib. Vətəninin, dövlətinin sirrini satıb. Neynib bu adam? Ha, şərəfsizin balası. Ay, şərəfsiz İlham Əliyev. Necə olur? Xocalı soyqırım elədib, gəlin qızlarımıza qarşı terror elədilər. Onları azadlığa bıraxdınız. Onlar bəhbəhlə, şəhşəhlə təyyarəyə mindirib Ermənistana göndərdiniz.
öz qanımızdan, canımızdan olan vətəndaşlarımıza bu günləri həbsxanalarda, türmələrdə, istər qadın jurnalistləri olsun, istər dindarlar olsun, istər müxalifətçilər olsun, istər digərləri olsun, bir gün şərlənib, həbs olunub, işgəncələrə məruz qalırlar təcridxanalarda. Təcridxana islah eləmək üçündür. Təcridxana işgəncə verib, insan öldürmək üçün deyil. Ay, Mir Saleh, bir şərəf, şərəfsiz, qeyrəti olmayan Mir Saleh, həmin içində Emin Əliyev şərəfsizin balası bəqeyrət. Nə istəyirsiniz bu insanlardan? Bu insanların sahibi var. And olsun Allaha, bir gün boşunuza oyun açacaq, buna əmin olursunuz. Bir gün boşunuza oyun açılacaq. Bir gün bu xalq qalxacaq ayağa, gördüyünüzü görəcəksiniz və yaşadığınızı yaşayacaqsınız. Buna əmin olursunuz. Buna əmin olursunuz. Deməyim nədir, əzbə dəyərli dostlarım, dəyərli qardaşlarım? Xahiş edirəm, belə şeylərdə bir yana qalmayın. İctimailəşdirin, işıqlandırın, vətəndaşlarımızı sahib çıxın. Mənim boynumda bir vəzifə idi. O əzizimizə, o qardaşlarımıza, həbsdə olanlar. Mən bunu həmişə demişəm, bugün də deyirəm. Bu hakimiyyət tərəfindən istər inanclı olsun, istər inanclı olmasın, istər müxalifətçisi olsun, istər müxalifətçisi olmasın, qeyrisi olsun. Bu adamlar bu hakimiyyət tərəfindən şərlənib, həbs olunub, zindanlara atılıbsa, ləyaqətli insanlar bu insanları müdafiə edir. Növsün ki, bu adamlar, onun mübarizəsi, onun müqaviməti, demirlər, bu İlham Əliyev xoşuna gəlməyib, bu insanları bir gün şərləyib, həbs edib, türmələri doldurursa, bizim insan olaraq borcumuz odur ki, bu insanları müdafiə eləyək, müdafiəsinə qalxaq. Sağ olun, Allah'a emanet.